Sen neysen ha? CV yazıram, CV. CV demişsən ha, bu elmlərdə saçlı qız axtardılar, Yandadır. Yazmışlar mı? Dünən yazdım elə. Dəqiq. Bu şirkətdə katib axtardılar ha. Onu dünən yox, sıra gün yazdım mən. Bu dayə da yazmışlar. Onu qaçırdaram, onu da yazmışam. Dəqiq. Təsəvvürləmir. Bu boyda CV vermişik, bunların içində bir dənə daya zəng edir də bizi. Nə olsun, Demirəm, ayıbdır. İndi bizə yaraşmır da, indi bizim də özümüzə görə adımız, sağımız var da indi. Nə açsa, bütün kənd danışdı ki, qulam dədəsi eşyəyə salmış. Yaxşı da, yaxşı. Eşyəyə baxsan. Yaxşı da, Əmir, yaxşı da. Bəli. Alo, salam. Əmir bəydir danışan? Bəli, Əmirdir. Siz dairəli işinə görə müraciət eləmişdiniz bizim firmaya. Aha. Biz sizin CV-lərə baxdıq, müsbət rəy qəbul olundu. Zəhmət olmasa Gəncə prospekti 67B 36-ya yaxınlaşasınız. Üzr istəyirəm müəllim. Alo. Dairəlikdən dişə çağırım. Dairəlikdə? Adımız, sanımız var eylə. Ağzındaymış ya. Gedik. Üzr istəyirəm müəllim, mən dostumla məsləhətləşdim. Biz işə nə vaxt başlaya bilərik? Hələ bugün. Peki o zaman biz geliyoruz. Dur gidelim. Müəllim gözlük dur. İndi? Gələcək danışıqdan sumkanı götürür. Dolabında qoyarsan içine. Getdik. Sumkanı da götür. Sizin də var da. Dəfə demişəm, məzələnmə, gəl. Elə biraz həyəcanlısan. Yox, nə həyatsa, birinci dəfə deyil ha. Onda qapını döydü, hə? Vay, xoş gəldiniz. Sizi təbrik edirəm, atışfəşanlıq. Deməli, mən danışdım, müəllim sizi gözləyir. Mən getdim. Get. Bəlkə bu ağını itirib gəl. Salam aleyküm mənim. Qulam. Əmir. Şad oldum. Elə biz də şad olduq mənim. Adım şad oldum da. Hə. Yox, biz yenə də şad olduq mənim. Yəqin ki, bu işdə müəyyən qədər təcrübəniz var. Saç ağartmışıq. Bəli. Axırıncı dəfə harada işləmisiniz? Hə? Axırıncı və biz mənim elə üzr istəyirəm, elə axırıncı işimizi bir saat bundan əvvəl təqdim edib gəlmişik bura. O məsəl var, şeyi çəkər. Yəni üzr istəyirəm, biraz həyəcanlıdır. Yəni söz vaxtına çəkər, onu demək istəyir. Mən özüm iş adamıyam. Kifayət qədər işçilərim və köməkçilərim var. Sadəcə olaraq işimlə əlaqədar bir neçə gün vətəndən uzaq qalmalı olacam. Üzr istəyirəm müəllim o öz yerində. Bu evin kupçası var. İkinci mərtəbə. Həyəcanlısan, hə elə bir. Mənim səfər haradır inşallah? Mən heç kimə açıq verməyi sevmirəm. Aha, başa düşdüm. Gözümün ağ qarası bircə oğlum var. Aha. Əgər onun başından bir tük əksik olsa, Üzr istəyirəm müəllim, nəyin başından? oğlumun başından bir tük əksik olsa, məndən inciməyin. Əslində oğluma qadın daya tapa bilərdim. Hər qadına etibar yoxdur, elə şeylər. Amma mənim oğlum kişi kimi böyüyüb və istədim sizin kimi kişilər ona baxsın. Elə müəllim, üzr istəyirəm. Yəni baxmayın, biz belə daya işləyirik. Yəni bizim də özümüzə görə adlı sanı nəslimiz var. Deməli, bütün kənd danışır ki, Qulamın atası eşeği salmış. Biraz həyəcanlısan elə bir. Eşeği salmış. Aysə, qulaq asın. Biraz həyəcanlıdır müəllim.
Üzür sayın. Evə gəlib gedən zənglərə cavab vermirsiniz. Qapını heç kimi asmırsınız. Min yukka giyinmirsiniz. Sana dedim o videoyu yayılacaq da. Balkona çıxıb məhlənin oğlanlarına söz atmırsınız. Bunda biraz elə şey var. Instagramda Burak Özçivit'in şəklini görüb kommentariyada oy mamoçka yazmırsınız. Bu mənim bank kartımdır. İçində kifayət qədər pul var. Mən gələnə kimi idarə edəcəksiniz. Uşaq sizə əmanətdir. Narahat olmayın. Hatırlamadı. Salamat benim. Sen salamat. Yaxşı yol. Bu adam benim babam. Derdi dağlardan büyük. Ağlamalar. Son zamanlarda beni biraz tövbeler olmuşam. Yüreğim ağrıyor her şey. Bacı etti. Atılı. Adın nedir senin? Ökü. Bak, Bökşi. Bak ben senin emreminem. Ben de senin kulam eminem. Şimdi bak bu emle seni hara aparsın. Eşitmədiniz atam dedi ki, heç yerə getmək olmaz. Vapşə bilirsiniz nə var? Mən çıxıram öz otağıma uzanmağa. Gəmi sen aparsın. Yox, özüm gedirəm. Biraz özünü tartıram mı? Atasını oxşub o diləymiş. İşte böyle yaxşı. Atılı. Hadi gözləsin. Vay. Qoy ayaqqabını sabəsə, desinlər imkanlıyıq. Yaxşı, o qədər böyüməmişik. Harika bir ev ya. Hə? Qəşəng evdə, gözəl evdə. Bu divanın ən azı 5000 qiyməti var, ən azı. Ondan sonra baxarıq. Gəlin bəlkə birinci yeməkdən başlayaq. Belə evdə yemək yeri ayrı deyil. Bu evdə bizim də mətbəqarını tapaq. İyi hara gəlir ora girək də iynə. Ay televizora bax divara qoyublar. Get gözə. Emir. 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 Nədir? 3 mərtəbəli villa. Gecə saat 1. Aylı gecə. Səlim külək. Hadi qulaq as da. Hə. İkimiz. Yaxşı. Hə bir qulaq as da. Burada. Dedim gizləmə. Hə bir göz var. Ay soğuk. Sen Zeynep çalışmır. Şey var da rahat yatıram ben. 2 dənə qız. Nə? Da dur. Durum ağırmış. Hə bu başqa bak qızlarla danışırsan olsa heç də edəmirsən. Sağ gəlsinlər də. Tamam. Ay soğuk. İndi dur onları çağır bura. Yaxşı. Gəl. Gəl qardaşın sana bir də elə qızlar sevsən. Görək. Deyirəm bu nədir? Nətər qızlar xoşdur sənə? Deyiflər eləmi? Bu nədir? Biz bu evin Wi-Fi-ni bilmirik axı. Bəlkə şad olmazayım orası. Çox gözəl fikirdir. Sən gələ vaxt başın işləyir. Bir də narahat eləyər. Hadi öz deyək ki çətin vaxtlarınıza zəng edin də. Birinci axşamınız xeyir olsun deyirəm. Şad oldum müəllim, salam. Aleyküm salam. Necəsiz? Yaxşıyam.
Çox sağ olun, Qulam da salam deyir. Bir vacib məsələyə görə zəng vurmuşam, şad oldum müəllim. Uşağa nəsə olub? Yo, uşaq gayet iyi. Bu, sizin evin Wi-Fi-nın parolunu bilmirdim. Hə, yaxşı yaz. 3 dənə 9, 3 dənə 5, 3 dənə 3. Oldu, şad oldum müəllim, çox sağ olun. Neydi parol? Aha. Hə? Parol neydi dinə? Ne diyeyim? Parol değil. Yazmadın ki var oğlum. Ben neye oturursan burada Qulam? Ya ben tanışan sensen ben ne bileyim ya. Ha, ben ne bileyim, elə bildim eşitirsən də o. Kesin sen vur. Tez ürəyim partladı. Bir daha salam, şad oldum müəllim. Uşağa nəsə olub? Yo, uşaq night very good. Bu parol yadımdan çıxdı, məndə biraz huş gəlir. Hə, yaz. 3 dənə 9, 3 dənə 5, 3 dənə 3. Oldu, şad oldum müəllim, çox sağ olun, özünüzə yaxşı baxın. Yaxşı adam deyir. Ulan ben gedirəm sinməyə. Gəlin ölçüb 2 dənə qız buzadı. Yaxşı? Şampunuz adın var ya? Hə. Görək təzə nə var burada. Salam. Bunu ben güzel kurdum ha. Emir. Hadi dur da kızlar geldi tez elə dur. Mən bir dənə əyniləşim gəlirəm. Hansı qızları? Hadi sen çağırdın kızlar da. Yadımdan çıxıb, yaxşı Ha, mən də əyniləşim gəlirəm. Yaxşı, mən də ciməyənimi giyinim. Ay Qulam. Tez ol, qızlar gəldi. Yıkılmıştım ben. Gözlər ol, həyəcanım. Bak geldik. Zdrasте. Ha? Здравствуйте. Здравствуйте. İyi akşamlar. Siz əmirsiniz. Emir deyəm biraz internette sen mi olubsan? Nəyim marası tökürsən? Başqa şey sorsun gözlə. Demək istəyirik ki, siz əmirsiniz. Siz deyəndə xanım, belə pismasın sizlə tanışan bu olub. Mən də yəni belə pismasın, yəni özümə görə adım sanım var da indi. Üzr istəyirəm xanım, nə atsan, bütün kənd danışırdı ki, Qulamın atası eşeği saldı. Yaxşı da, qızların yanında yaxşı. Atası olaq eşeği saldı. Hə, yaxşı da qızların yanında yaxşı. Abala, soruşuram adın Əmirdir. Hə. Adımı soruşur, gözə sən də yozursan. Hə. Adı addı ki. Daydınən Əmirəm də. Əmrəm. Bunu indi Keçin. Qapıda qalmayın, keçin. kesin. Gel Emir. Temasın. Karım sıraldı.
Uşaqlar, bura sizin öz evinizdir. Xanım, sualınızdan bilir ki, siz nə də kasıb həyat yaşayırsınız. Siz bura ev deyirsiniz. Bizim üçün buram siz nədir? Nədir? Daxma. Bəs o həyətdəki balaca maşın kimindir? Hə, o mənim maşınımdır xanım. Hər ay boğazından 62 manat kəsib ona kredit vermirəm. Zəhləm gedir kreditdən çox bir şeydir. O xanım, elə bir şey, bizim bağa baxan var. O məsəl var ya, bağa baxarsan bağ olar, baxmazsan da olar. Qardaşın çıxış edir də, imkan ver çıxış eləsin. O elə bir ki, bizim bağa baxan bir dənə qoca kişi var. Elə alıb vermiş ki, özü üçün həyat bacada belə sürsün də başın qaçsın. Mən əlavə edeyim. Gecəmiz uzundur. Belə yəni... Üzr istəyirəm. Evləkərin münasibəti necədir? Necə bir? Yox, siqaret çəkirsiniz, ona görə deyirəm. Elə iştahına çəkirsiniz, adam istəyir onu alıb əlindən yesin. İstəyirsən verim ye. Uzun siqaret oxşuyur. Ne şey yatır var ha? İcazə var mı? Sütü gəlmədi. Sonra olur. Yanır. Etap pajar. Yine biçimde ne seçersin? Elə mi sən əyildin, yoxsa mənə gəlir? Yoxsa... İnce dolum yer basmayıp geriye. İnce dolum yer basmayıp geriye. Oturdum restoranda, gördüm bir tanrımda, yakınlaştım ıskanta, koku kalan
Darıxmırsan? Nəsə elə bil biraz sakitçilikdir. Belə alınmayacaq. Musiqi? Var. Düzdüm. Megan var. Nə? Yani megabayt var. Var. Bir tane zahmet olmasa. Bu dakika burada elə bir aura yaradım ki, gel göresen. YouTube. Bence musiksiz anlar. Alınar. Beni bir 5 dakikada bağışlayabilirsiniz. Niyə? Bayaq hamamdan biraz tələsi çıxdım. Çox üzr istəyirəm. Bir dənə qoltuğun altını qırxıb gəldim. Yaxşı, 5 dəqiqə məni bağışla gəldim. Yaxşı? Heç nə olmaz. Getmə. Yəni belə adamlar. Xəstəsən sən, neyinirsən? Get rədd ol vapşe. Dedim yani maraqlı olsun da yani. Ona görə elədim. Pişik də var ha bak. Miau. 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 Hayda, sən niyə başa düşmürsən ki, Rəşad bağlı ələtlər yasamalında güclü deyil? Amma mən də deyirəm ki, ələtlər Rəşaddan yaxşı deyil. Sonra... Hayda, sonrası odur ki, aç YouTube'da var, 2012 müşfiravat koy. Gözlə bir dəqiqə. Sənə 2002-dən bəri... Qafiyəsi var ya. Qafiyə, nəsə bir dənə qəribə qafiyəyi, 2002-dən bəri olan bütün qafiyələri sənə göstərdim. Bax görək ki... Üzr istəyirəm xanım, siz bu xanımın padurqasınız, amma bunun tərəfini saxlamayın da. Rəşad dağlı güclü deyil, yoxsa ələtlər yasamallı. Rəhman basılmaz. Ay qız dur, bunların ikisini də baş çatmır. Dur gedək, dur. Xanım, üzr istəyirəm. Əsəbləşdirirlər. O sözü başa düşmədim. Xanım, siz nə qədər ki bu sənətə qiymət verməyəsiniz, bir o qədər bizim aramızda belə münaqişələr olacaq. Xahiş edirəm, mənim sualıma... Qız zaman deyərəm tez getdi. Dəyər razı salam mənim. Elə sənci də tez getdi. Yox, bəlkə biraz problem var ki. Mən də bilirsən də, məndə ürəyim kövrəkdir. Ona görə biraz tez yola saldım. Siz elə ikiniz də bir-birinizə taysınız. Başdan xarablar. Şeydi, onsuz da ikimiz də altın vurmuş da, daha nəyi gizlədik. Gedək uşaqla maraqlar, görək nətərdir, neyinir. Gecə vaxtı yox, baxarım. Amma nəsə tez getdi nəsə. Yox, mən deyir ki, əlimdən yatıb 100%. Hatırla matile. Hatırla matile. Gizlənib. Mən səni tapacağım. Haydi. Peki. Hara girmə bu. Şadoldun müəllim bizim kimliğimizi bilməsəz də olar. $200.000 bizə çatdırıb uşağı sağ-salamat aldıqdan sonra hər işimiz çox şad olacaq. Yazmağımıza ehtiyac yoxdur. Amma biz yenə də xatırladaq. Əgər işə polisi qaçsanız, uşağı yenə də sizə təhvil verəcək. Amma o cansız halda olacaq. Haklı. Gördünüz, ödeyə bilmirsiniz. Manatla dolaş. Şehir demeye geldim seni. Diyorum, uşaq bəlkə bizlə gizlən pas oynuyor. Alma desən gələrsən. Ayıp deyim, biz boyda əmlər sənin dalınca qaçaq. O nə deyir, oxşab dəyəkləri. $200.000. $200.000.
Polis nerede? Polis nerede? Ben bunu yazın da güzel yazın. Desem bile. Şu an uğrayıflar. Şu an uğrayıflar değil. Təsəvvürləri nədir? Uşaq oğruyurlar! Əmi, siz kimsiz? Biz hara gedirik? Narahat olma oğlum. Biz atanın dostlarıyıq. Səninlə oyun oynayırıq. Biraz oynayaq, sonra aparıb qoyacaq səni evə. Helal Haydi o. Öldürəməz Zübeyir. Xəstə sən adam da özünü öldürər ha. 200 min mal pul deyil, biz zaten tavazıqa düşürük. Hadi səbirli ol da biraz tapacıqda gözlə biri. Sən deyilsən orada. Yalanla plan düzürəm elə bilə. Yalan değil, plan tutmak lazım değil mi? 200 bin manat pul demə. Durun burada boş ne danışmayın. Gelip bankara abi. Ya? Ya? Niye elime lazımdı? Deyirəm gelip bankara acıyıq. Yok. Yarazı yok, elə yarazı. Ay, mən məsəl üçün dedim də həmişə kimi söz gəlişi deyirəm. Səsin yok, yarazı. Ay, xəstə sənsən, bizi tutarlar bula. Emir, yarazı. Ay, bacı yarmaq ol, hadi. Yarmaq olur, deyirəm yarazı. Harada tapacaq 200 bin matı? Yarazı? Ha, yaz ona, ha 100%. Deyirəm sağ olsun Rəhmə, pulsuz parasız verdiği maşını. Verməyinə verdik, 2 saatdə qaytarmalıyıq. İşimizi aşırdıq, qaytaracaqda otur. Bir dəqiqə gözləyin, sistemdə sizin kredit borclarınızı baxa sizi məlumatlandıracağıq. Bəli. Narahat olmayın. Narahat olmayın. Oldu, sağ ol. Salam. Salam. Hüquq Agentliyi Mühafizə Şən Hazır Zablar Kreven Klubunun şeylər. Başa düşmədim. Əzin yaxşı bilirsən biz kimik. Biz gizli agentlərik. Sizin bankınıza biraz sonra soyğunçuluq hadisəsi baş verəcək. Sizdən tələbimiz odur ki, siz və işçi heyətiniz ümumilikdə bütün mühafizə xidmətiniz onlara müdaxilə göstərməsin. Biz onları istəyirik ki, hadisə yerində yaxalayaq. Çünki onlar bizim tərəfimizdən uzun müddət ki, axtarışdadır. Baş üstə. Aydın oldu? Aydın. Nə versin? Dünəndən qulağıma su girib çıxmır. Getdik. Diqqətli qulaq as. Deməli, birazdan bankımızda dövlət tərəfindən əməliyyat keçiriləcək. Narahatçılığa heç bir əsas yoxdur. Hər şey kontrol altındadır. Uşaqlara xəbər ver. Seninle iyi arasında büyük bir fark var. Benimle senin aranda kocaman bir fark var. Kötüyle benim aramda irice bir fark var. İyi ile kötü arasında duran fark var. Seninle iyi arasında büyük bir fark var. Sifətime baxmayın, tez olun. Eller yukarı! Eller yukarı! Düz eller yukarı, şalvar aşağı. Ne varsan sen? Ne var tezere? Rus mu? Sen de köydesin bu.
Danışsın, danışsın. Narahat olmayın, heç kim müdaxilə etməsin. Hər şey nəzarət altındadır. Ay sağ ol, bayaq dediğimiz gibi hiç kim bize müqavimət göstermesin. Danışsın. Baba! Hadi. İyi. Qulaq as. Xəzinə kimdə burada? Xəzinə. O da 100% onu tüyür. Ona gözlerine bak. Sansana xəzinə. Qala. Sükant ola. Tez ol, sükant et. Hadi ya. Yapıp ulan gel, tez ol. Kapıyla kimi geldi. Ha, qorxursun, ha? Elə bilirsiniz bu çin oldu? Yok, bu real yattı. Al onu. Öyle mi? Getir bunları getir. Hemen yeter pembeyi. Tez ol Xəzinə, tez ol. Gel. Senden de öyle mi olurum Cemro? Cemro. Diyelim Cemro, tez ol, vaktimiz oldu ki. Korkma beni mi? Cemro, ne silahı orada yoksa. Sağ olun, hoşça kalın, görüşürüz. Salamat kalın. Deyirəm nətər qorxduq bunları. Bunlar da rahat götürdü. Elə yaxşı gəlmisiniz. Heç ağlımıza gəlmirdi bu plan. Elə bil sənin qorxudan səsində. Neçə ayda fikirləşirik ki, bu bankı necə soyaq. İndi adam kimi pulları qoyursunuz maşına, yavaş-yavaş qapını açıb keçirsiniz öz maşınıza. Dinlən də ha? Müəllim, üzr istəyirəm. Bu bizim maşındır. Zəhmət olmasa bizim maşını tərk edin. Yox əzizim, sizin maşındır, oradadır. Üzr istəyirəm, bu bizim planı siz hardan bildiniz? Eşitsən mən. İçəri girən kimi əlimizdə silah qışqırırıq ki, davayından qədər kassada pul var, tökmü bura. Deyirəm buradan bizdən şübhələnirlər. Hara şübhələnirlər, baş işlətmişəm mən buradan. Eşitsən mi? Başdan pulları oğrayan kimi gedir yolların yanına. Pulu veririk, uşağı götürürük, gəlliyə. Şad olduğuma zəng vururuq ki, Allah gədənlə danış. Allah desin, ha? Niyə alınmır? Bunlar desin, Allah götürət, ha? Deyirəm, axı çatışma, getdik. Alo, şef, 3 aydır bank yarmaq planımız var idi ha. Birazdan onu həll eləyəcəm. Yolunuz açıq olsun müəllim. Xeyir işlərə xərcləyəsiniz o pulu. Prosta arada bir dənə yadınıza düşsək bizə də 5 manatdan verərsiniz. Yaratdıq. Alınmadı boz. Ne deyirsən? Planı deyirəm də alınmadı. Qulaq as, sən təzə plan yaz. Mənim mədəmi sırılır. Gedim məni söylərsən bunu edim, yaxşı? Get. Tapdın bir şey? Buna bax ya, qoy açım. Yazıblar ki, Bakı Zooparkında 200 bin manatlıq leopard gəlib. Deyirəm, təsəvvür elə, bunu oğruyuruq, yolda bizi yiyir. Neyini? Deyirəm, təsəvvür elə, onu oğruyuruq, yolda bizi yiyir. Yox, ikincini yaddan çıxart. Birinci nə deyir? Məsəl üçün də bunu oğruyuruq. Məsəl üçün yox, Əmir. Elə oğruyuruq. Hə, ağzımda deyirəm ki, leopard deyə, prosta bir söz gəlişi dedim. Əmir, biz onu oğruyuruq. Hə, dedim, yox. Əmir, biz onu oğruyuruq. Oğruyuruq. Yaxşı. Onda biz nə edirik? Plan sızmalıyıq. Şad oldum mən. Hə? Şad oldum mən. Get şu an sarı özü danışsın. Uşaq banadan çağırdım, uşaq vuruşlar. Onda palit eləmə, danış, özün danış. Saç taş. Bana bir şeyler oldu. Ne deyirsən, hə? Alo, salam Şad oldum mənim.
Nətərsiniz, necəsiz? Uşaq nətərdir? Onu mən sizdən soruşmalıyam. Siz məndən yox. Salam şad oldum mənim. Uşaq qəşəngdir, rahatdır. Söz veriblər ki, qaytaracaqlar. Nəyi qaytaracaqlar? Yəni deyir şad oldum mənim. Çörək almışıq. O da xaraflıyıb və deyir elə onu qaytaraq. Yaxşı, az danış. Telefonu ver uşağa. Aycan papa. Mənim ağıllı balam, necəsən? Sağ ol papa, yaxşıyam. Sən necəsən? Əmilər sənin xətrivə dəymirlər ki. Yo, çox qəşəng gəmilərdir. Hə. Ata sən hara yesin? Bir yer tap da. Hayfdir məndən böyükdür. Bir tırat da. Haran istəyirsən? Can. Ata sənə görüntülü yıxsın danışaq. Papa, sən məni belə yıxsan, mən darıxacam. Ən yaxşı sən gəl, mən səni elə görüm. Yaxşı balam, yaxşı. Şad oldum mənim elə uşaq düz deyir. Danışdı, kövrəldi. Deyirəm, inşallah sağ-salama gəlin də bir şey qalmayıb. Gələrsiniz, bir-birinizə rahat görərsiniz, hə? Oldu. Mənim oğluma yaxşı baxın. Sağ ol. Tansiyonum qalxır. Tansiyonum. Nə deyirsən, hə? Təcrübə var. Həyazana düşdüm. Yaxşı qutardı, hə? Mən olmasam sən nə qarar sana bədbaxt. Nə. Mən başa düşə bilmirəm. Biz bu uşağı bura əyləndirməyə gətirmişik. Uca 10-cu kruq diyor, uşaq beynimdə fırlanıram. Bəs bilmirsən, uşaqlar bizim gələcəyimizdir. Onlarla düzgün rəftar eləmək lazımdır. 100 minlərə gedən yox, belə fırlanmaqdan keçir də. O iki tifil. Şadoldun müəllimin oğlunun başına bir iş gəlməsin deyə o pula hardan olur olsun tapıb gətirəcəklər. İki tifil? Hə də, gecə oğurluğa girəndə qızlarla oynayan iki malı deyirəm də. Hə, onda elə çıxır ki, Şadoldun müəllim harası gedib, uşağı da tapşırıb bu iki mala. Fırlana başını işləməyə başlayıb ha. Ay qulam. Deyirəm, səhərdən yazdıq, pozduq, planzaq, düzdürmü? Mən maraqlı, biz o leopardı nətər qaçırdacaq. Xəstəsənsən? Bəlkə o da plan yazıb pozmuşuq. Hamısı boş-boşladır. Zarafat edirəm, səni yoxlayırdım, görüm yanında qalım. Yat gecək, xeyli yat. Fıraq da tərrətdin axı. Bir-iki yuxarıdan yəni kimi donur. Hadi sen məncəm, sür gedək də. Zopakda 200 min leopard bizi gözür axı. Leopardı qoya bir qırağa axşam yuxuma bilsənmi kim girim? Hə, kim? Şad oldum uşağı. Nə deyirdi? Ana deyib üstümə qaçırdı. Səni də soruşdu, dedi xalam nətərdi. Sən məncəm xolta gedək, hə? Ana, xalam. Yox. Batandı. Sür. Niye bu leopardı? Hətta buydu zooparkda biz leopardardan tapaq, hə? Peki heyvanlardan soruş. Geç soruş, nə də olsa yaxınsan. Salam əmilər. Bilmirsiniz leopard hardadır? Buralarda hardasın? 100% bu uşağın atası da leopard doğramaq istəyir. Uşağı göndərib ki, paret eləməsin, onun gözlərinə bax, denən bilmirəm. Ha, yox bilmirik. Yaxşı, sağ ol. Oralarda olar, yaxşı bax. Hamı leopard axtarır, ya. Zarafat dedi 200 min qiyməti var. Salam Meleşim. Bizi işe düzəldin deyil. Bəli, bu mənəm, bəli. Nə ararsan burada? Sözün açığı sizdən sonra bir dayını düzəltdim o bahalı kişinin yanı ki, uşağına dayə eləsin. Bu da başı batmış. Evə qız sala, gecə. Aha. Yatıb qalıblar. Yatıb qalıb. Banditlər girib evə, uşağı götürüb, oğrayıb deyiblər.
kişi də gələ evə, dayanın başını kəsə, məni də işdən çıxartdı bayır. Əşmət cəhənnəməyə siz nə edirsiniz, necəsiniz? Biz hər şey yaxşı, hər şey qaydasında. Əsas odur ki, hə Əmir, başımız yerində. Hə, nə yaxşı, laf yaxşı. Və şey, o uşağa ne, uşaq. İlkan uşaq. Şad oldu mu uşağı? Şad oldu mənim evdən çıxanda. Bizə bərk tapşırdı ki, evdən bayra olmasın. İndi uşaq da evdə oturur, darıxır eləyir, dedi mən zoopark istəyirəm. Mən də Əmirlə ürəyimiz dözmədi, dedi elə çıxart bir dənə zooparkda bir iki dənə heyvan şəkilsəkək, aparaq uşaq göstərək. Laf yaxşı. Bəli, üzr istəyirəm, bu leopard deyirlər, təzə gəlib, o hanı? Leopard. Mən burada heç bir heyvanla münasibətim yoxdur, açıq deyirəm də, yəni heç bir münasibətim yoxdur. Amma direktoru tanıyıram, direktordan xahiş edə bilərəm ki, gəlsin, açsın, baxın, seçin şəkillərini, aparın göstərin. Zəhmət olmasa. Problem yoxdur. Alabaş müəllim. Bəli. Allah boş. Ne olur? Alabaş müəllim. İmkan vermir sənə bu ceyranın başı pişirir. Mənim yaxın dostlarımdır. Alabaş müəllimdir. Alabaş. Xahiş elədim, mən get. Get şimdi. Gedək sizi öz zooparkımda gəzdirim. Zəhmət olsun. Gəl. Çoxdandır bu heyvanlarla maraqlar. Uşaqlıqda. Çox heyvanlar çox yaxşı insana ruh verir. Mənim elə ömrümün hamısını heyvanlara həsr eləmişəm. Bizim zooparkda nadir şir cinslərindən olan Afrika şiri var. Dərildi, qorxmaydı. Hətta mən sizə yenicə doğulmuş o qırqovul balasının səsini də çıxarda bilərəm. Yox, ehtiyac yoxdur, amma ehtiyac yox. Onda gedək gəzək. Demək, bizim heyvanxanada, bizim zooparkda növbə-növ dəvələr var. Növbə-növ çox. Bax, bu da bizim gündəlik həyatda rastlaşdığımız heyvan. Üzr istəyirəm, Alabaş müəllim, o bizi kimi adam deyil. Yox, əzizim, yanılırsan, indi görəcəksiniz, zəhmət olmasa izləyək. Pa. Gördünüz? Mən sizə dedim, o heyvandır. Bizi kimi? Gördünüz? Demək, bizim zooparkda dünyaca məşhur olan Misir dəvəsi var. Mənim o dəvəyə xüsusi simpatiyam var, deyin niyə? Niyə? Çünki həyatımızda olan lazımsız, gərəksiz, yöndəmsiz adamların üzünə elə tüpürür ki, gəl görəsən, belə eləyirik. Yox, amma ehtiyac yoxdur. Mənim, ehtiyac yoxdur. Yaxşı. Üzr istəyirəm, müəllim, bu təzə leopard gəlib 200 minlik, o hardadır? Nə? Leopard. Leopard? Maraqlıdır, ona görə soruşur. Bəli, müəllim. Bəli. Xəbərim var. 5 dəqiqəyə çat, uzağı 5 dəqiqəyə çatıram. Oldu müəllim, oldu. Hə, uşaqlar, siz ürəyiniz hansı heyvanla istəyir şəkil çəkdirim, amma sizdən incidim, mənlə şəkil çəkdirmədiniz. Mən iclasa getməliyəm, təcili verdim zooparkı sizə. Sağ olun. Sağ olun müəllim. Müdürlük diləmi? Əmir. Hər şey plan üzrə gedir. Aradıma. Hazırsan. Hər şey hazır. Hazırsan ha? Rahat ola bilərik. Kulak. Sana bir söz söyleyeceğim, şaşırma. Ne diyorsun ha? Arkada pələng var. Pes etme. Bu da kesin belki kuş sesleri çıkartasan burada. Sənin məndən də pələngin özüdür. Biz deyəsən pələngin qəfəsinə girmişik. Pələng var. Wow. Ay pələng olmuşsun qəfəsdəydi, dur. Hızlı var da, hızlı merasim gəlir. Nerede? Xəstəxanada. Sen oradasan. Mən də xəstəxanada. Biz hardayıq? Biz hardayıq, hə. Deməli, biz Şadoldun müəllim gəldi, bizə pul verdi. Biz də gəlmişik İstanbulda boğaz keyfi yapıyoruz. Onda mənə o zaman balıq verdi.
Xəstəsən sən, deyirəm xəstəxanada yaqlar, xəstə. Çox sağ olun ay həkim. Mənim uşağımı yenidən həyata qaytardınız. Allah sizdən razı olsun. Dəyməz xanım, bu bizim müqəddəs borcumuzdur. Biz sizə söz vermişdik axı, uşağınızın həyatını geri qaytaracağıq. Savadlı, dəyərli həkimlərimizin səy nəticəsində və çox bahalı dərmanların köməyi ilə uşağınızın həyatını geri qaytardıq. Çox sağ olun ay həkim. Sağ olun, dəyməz. Buyurun, keçin oturun. Fikir verdin? İşimize yarayır. Niyə yaramır? Görmüsən deyir dəyərli həkimlər. Hərəsi 5-10 manatdan qoysa 200.000 manat pul edir. Kələm, dərmanlar deyirəm. Eşitmədim deyə çox pahalıdır. Pullu. Qulaq as ya. Dərmanlar nə tər çıxardacaq buradan? Gözdə bir şey şəşirsən. Xanımlar, üzr istəyirəm. Sizi bir də gəliyorlar içəri. Üzr istəyirəm, bir də gəlik. Buyurun. Əmir, bizim maşınlardadır. Zooparkın qabağında. Zooparkın qabağında nədir? Bizə taksi lazımdır, soruşun. Taksi o değil ki özümüzün qabağındakı. Taksi! Salam. Salam. Bizi zooparkın yanına neçə apararsınız? 10 manata. 10 manata. Dayım, bizim əlimizdə elə bir ki, bahalı dərmanlar var. Bura bizə etibarı bir yerlərə qoyaq. Bura qoyaq. Elə bir ki, bunları xəstəxanadan uğramışıq. Cezarı, dayı tələsin. Sən Cezarı. Vay yımaq, geçdi arxaya. Deyirəm Cezarı, deməli Cezarıya da. Birinci əvvəl ki, bəy baxın. Geçdimdən qabaqda oturmuşum. Keçdimə də, elə keçdi. Birləşirsən, ha? Keçdi. Cevaplık oynadı. Zoopark söhbət döndü. Qulam, zoopark söhbət döndü. Bancı da yaratmadıq. Şey də, zooparkı da. Bir şey fikirləşdir. Gör kimdir. Tanımıram. Ben ömrəni tanımıram. Mən də tanımıram da bir dənə ağır söz işlədərəm. Məsəliyəm, gör kimdir. Alo. Bəli. Ha? Ne oldu? Onlar da deyir, vaxt azalır. Gözlə. Bir der. Tapdıqca bura. Neyiniz ya bize? Bütün dünya teknikanın üstünde durur ve gözlə. Gör ne yazılıb burada. Bir baxda gör ne yazılıb. 59 yaşlı bir qadın xeylaq yazıb ki, kim mənlə evlənsə, bütün var dövlətimi verirəm ona. Ne olsun, ne dəxlisi var Əmir? Nətəryəm nə dəxlisi var, bir məntiqin olsun da. İkimizdən biri həmin arvadla evlənməliyik. Yox bre! Evlənməliyik. Yox Dövşənim. Ay can. Dövşənim. Can. Bəs bunları niyə yemirsən? Bunları mən sənə üçün pişirmişəm axı.
Aşkım, gözləyirəm sən gələsən bir yerdə yeyək. Bir dənə mənim gözüm qabadır, bir dənə bu mənim gözüm qabadır. Bir dənə. Hə. Bu şey. Can. Dovşanım. Sən elə bir bu vəsiyyət söhbətində biraz tələsin. Deyirəm birdən İraq olsa düşər düşməz olar. Aşkım, narahat olma. Bizim nəsil uzun ömürlüdür. Nətərən uzun ömürlüdür? Bax, misal üçün anamın 97 yaşı var. Amma ona baxanda maksimum 45 yaş verərsin, yəni elə görsənir. Onda Dovşanım, məni bir 5 dəqiqəlik bağışla, mən bir dənə şəhərə deyək gəlim, yaxşı? Aşkım, sənə qurban ama tez gəl. Niyə? Çünki bu günləri nənəmin ad günüdür. Nətərən nənəmin ad günüdür? Nənəmin ad günüdür bu günləri 127 yaşı tamam olur. Oturup hamımız qeyd eləyəcək. Elə bayaqları görsəydin, Instagramda status qoymuşdu ki, bugün mənim doğum günüm, çox mutluyum. Elə şirin arvattı ki. Nənəm Instagrama girir. Hayda. Deyirəm pis vaxtlar deyil, gözün üstündə olsun. Narahat olma hayatım. Olar axşam mən dostumla gəlim. Sənə hər şey olar. Aşkım, aşkım, aşkım. Yox, saxla onu axşam gəl deyərəm mən. Can, gelişime kurban. Yırırsın. Peçə çıxar, qulam. Çox olsun. Qoyayım sadə gətirsin. Hə, bu konkret mən özləri bilir, ya. Hə, mən neynəyəcəm, ha? Mən sizin ailə məsələlərinizə qarışa bilmərəm. Nətər qarışamıram? Məni bizimlə salan sən də özən, ha? Onda belə çıxır ki, bizim bir dənə variantımız var. Gözləməliyik bu arva dölsün. Ölsün. Bunlar uzun ömrü nəsildəndir. Axşam məni ad günə çağırıb. Bilsən kimin? Kimin? Nərəsinin? 127 yaş olur. Allah ömür verir. Sənə çağırıb. Amma gələndə plansız gəlmə, ha. Bir dənə plansız gəl, yaxşı? Narahatımı baş işlədəcəm, mən. Bir dənə plansız gəl, yaxşı? Get. Narahatımı biçiləşim. Bir dənə gəl yarıt da. Get. Özün ki, belə nəs rəqəmdə oturmuşsan. No, I'm not afraid to die. Stop. Hamınızın diqqəti məndə olsun. Həyatım, bura gəl. Can. Deməli belə, bu günləri mənim nənəmin ad günündə mənim həyat yoldaşıma kiçik bir hədiyyəm var. Bugündən etibarən mən bütün var dövlətimi Qulamçıkımın adına keçirirəm və bu əlimdəki də onun təsdiqidir. Alqışlar gəlsin. Qulamçık. Çox sağ ol Dovşanım. Gəlirəm. Qulaq as. Fərz elə ki, bu plan alınmadı. Sən nəylə gəlmişdin də? Qardaşım bura plan qurmamış gələr. Prosta 15 ildən qorxdum. Nə 15-i? Öldürəsidik da. Sənin özübə də, sənin planıma da sən qoyamam. Əylənə, uşaqlar əylənə, hamı əylənsin.
Solmaz. Ay can. Sən mənim bax nə bu evin, eşin, nə bilim, maşınların, pulun, o İsveçrə bankındakı sənin pulların heç bir mənə lazım deyil. Doğrudan. Biz sənə nə lazımdır aşkım? Mənə, daha doğrusu ikimizə, cəmi 2 manat. Ay, yox, yəni 200. 200 manat. Ay, Dollar. yox, Euro. Türk lirası. yox. Rubl. Dirhem. Ben şu dile bir freestyle uzat değiller ya. 200 bin manat olmaz bana. Niye? Danışıram. Deməli oturmuşdum evdə. Bax belə. Əməlli başlı işlər çevirmişsə. Neyse. Mən sizə 200 min manat verəcəm. Ay Əmir, bir dayan da, adva uyğun hərəkətlər elə. Amma bir şərtlə, qaytarmaq şərti ilə. 100%. Sənədsiz, sünətsiz. Nətər yəni? Ay, yəni söz gəlişi deyirəm ki, sənədsiz, sünətsiz sizə inanıram və o 200 min manatı mən sizə verirəm. Öz görürsü ki, mən ailə tərbiyəsi görmüş bir qızam. Ona görə də mənə artıq əski ifadələr işlətmək yaraşmaz. Mən pulu verəcəm sizə. Amma işdi şayətdir. Mənim pulumu qaytarmayanın lişini var. Deyirəm Arqılam. O boyda söyüşlər yığmaq var. Hələ danışsan elə birinci əvvəl. Yanında da uşağı batı futbol oynayanda top gəlib qonşunun pəncərəsi sındırdı. O da çıxıb dedi ki, hansı var? Uşaqlı. Əmir zarafatsız deyirəm, heç uşaq vaxtı ağlımıza gələrdi ki, biz böyüyəndə daya olacaq, nə bilim, kimsə uşağına baxacaq, zibilə düşəcək, belə. İndiyə qədər yanındadır, sən cidoya girdin, mən də karatəyə. Məqsəd də ki, bir dənə idi. Biz çempion olacağıq. Deyirəm Qulam, təsəvvür elə, gedirik yolları döyürük, uşağı da götürüb gəlirik. Nə edirik? Məsəl üçün də gedirik yolları döyürük, uşağı da götürüb gəlirik. Yox, məsələsini yox. Nə edirik? Döyürük yolları, uşağı da götürüb gəlirik. Gedirik, onları döyürük, uşağı da götürüb gəlirik. Məsəl üçün yox. Dəqiq. 100%. Min dəfə demişəm də bu zənci deyil. Niyə başqa zəng yoxdur? Alo, Can Ürəyim. Yox, gec götürmədim, maşın sürdüm. Ona görə. Əmin edirəm, birazdan zəng vuraram da, işim var. Yaxşı. Miau. Yavaş. Ana bizim uşaq. Maşındadır yatıb. Pulları gətirmisiniz? Pul burada, biz burada. If you will
welcome me. Right, that comes without apology. And I welcome the victory. Summon me, yo. Fuck 'em all. In the place, everybody getting rainy. Pumps better cook the lady, can't nobody tame me. Blame me, for keeping a running yacht raining. Ladies used to hate me, now they coming, now they pay me. Girls on the job check, pocket full of stock check. Got a fat notch check, something gon' squat. Yeah, down for the block. Yeah, tryna be hot with you, fly, wanna be shot to the top of you. Mənim gözümün ağı qarası bircə oğlum var. Oğlumun başından bir tük əksi olsa, məndən incimir. Everybody holler, getting gold, whipping souls for a bigger dollar. Father, I don't wanna leave nobody toothless, cause they greedy in the middle of what I do best. You finna see me in the TV with a few guests. Baby, get your waterproof vest. I'm smoking bud in the back, I'm waiting for niggas to trip, cause bitch I love to scrap. I went from rocks to Z's, writing raps and movies. Kardeşim. Biz bunu bazardık. Bazardık. Büyük canım. Başında. Büyükçü. Ay büyük. Bəs atanın dostları hanı? Atanın dostları dincəlirlər. Oyun oynuyorduk. Oyun da bitti. Dur gede yemin ağırına bakarsın. Gedək. Solmazdan aldığımız pulu qaytaraq. Nasıl lazım olmadı. Burada durduğumuz yerdə nəyə görə kimə çox boşluq alırıq? Hardasan lan böyük? Evdə uzanmışdım da. Hadi gelmişsən yerə sən oğrayarlar düşərik zibilə. Alo. Şad oldum benim, salam hərbatımız xeyir olsun. Evet satıram ben. Ha, satırsınız? Ha, gelin. Satırıyor. Ha, bax, böyükçi, bax, papa gəlir. O gələndə onu hiss edəmişsən, yaxşı? Hamısını atama deyəcəm. Ay böyükçi, neçə gündür sana görə ora gedirik, bura gedirik. Söz nəsin mənasında kişiliyimizi qoymuşuq ortalığa. Nə var?
Bax, bu iki dənə əmi getdi sənə görə dalaşdı, vuruşdu, pis adamları döydü, oğurluq elədi. Bəs biz yazıq deyilik. Əzərifə deyiləm, kişi deyil, heç nə edəməyəcəm. Hey, müəllim gəldi. Necəsiz igidlər? Ata! Sağ ol ata, sağ ol. Nə gözəl. Ata danışmışdı sən. Necədir vəziyyət? Hər şey gözəl, hər şey mükəmməl, hamısını döydük. İqranı deyirsən də, İqranı. Bayaq elə müəllim, İqran oynuyorduk, elə uşaqla bir yerdə. Orada tüpçü adamlar vardı, onu döymüşük, onu deyir. Hə, onu deyirdim. Onu deyir. Oğlum, əmlər sən xətribə dəyməyiblər. Hər şey yaxşı idi. Bu da sizin qabağınız. Çöllük olsun da. Təşəkkür edirəm. Sağ olun müəllim. Çox sağ olun. Nə sözünüz qul olsa, qulunuzda. Sağ olun. Sağ ol böyük kişi. Qulaq, siz soruşmadın bu evin pıçası var. Hara girsən? Hey. İşte kişi o boyda pul vermeyin. Deyirəm Ayqulan, olan oldu keçən keçdilər. Əsas oldu yaxşı tutardı deyil. Deyirəm Əmir, bu boyda villada qalsan, bir dənə keyf eləməyəsən ya. Yeməyi dedim, ona görə deyiblər. Adamın öz isti yuvası ocağı olmasa xeyri yox deyil. Deyirəm Əmir, bu bizim axırıncı iş olsun da. Gəl ki, qardaş özümüzə bir adam balası kimi bir iş tapaq. Gedək başımız aşağı işimizi görək, gələcəyimizi quraq. Bu nədir ya, dairə izahat belə. Bizim də özümüzə görə adımız sağımız var da. Nə atsan, bütün kənd tanışıdır ki, Qulamın dərəsi eşit. Bunu dinən, hə? Ben neçə gündür dişimi sıxıram, ben deyirəm ki. Bütün kənd danışırdı ki, Qulamın dədəsi eşeği salmışdı tövləyə, o kivar tışdırtmışdı. Maraqlısı da oldu ki, eşeği sən idin. Yadına gəlirmi, sən o vaxt sineyi çəkdiyini dədəm bilmişdi. Demişdi, eşeğin bir eşek girdi tövləyə, sənin nə qədər döymüş də. Camaat elə bilirlər ki, eşeğin özünü salıb tövləyə. Da nə bilsinlər, sən. Dədəm komediya kişiydi. Dədəm bir adıma düşdü ya. Yenə yanımda olardı, salardı məni tövləyə, eşek kimi sırpardı. Yaxşı, kövrənmə, yaxşı. Qorxdum ya, dən. Bir də yenə o cig adamlar olar ya. Ona danışsan? Sən danışdın, sənin danışıq qabiliyyətin yaxşıdır. Alo. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Sizi narahat eləyirəm. Mənim 70 yaşında xəstə bir atam var. Ona baxmaq üçün bizə dayə lazım. Baxa bilərsiniz? Ərəvizə də 2000 manat pul verəcəm. Baxa bilərsiniz? Alo. Alo. Baxarıq! Kim al, de görün bizden başka burada kim var? Kim al, niye başlarda bize karşı kim var? Kim al, de görün bizden başka burada kim var? Kim al, niye bakışlarda bize karşı kim var? Görəsən necə olacaq bu işlərin axırı? Nə vaxt gələcək axı bu pulların axını, yaxını? Pulları qazanmağa yaxınıq, paçkaları sayıb bağlayaraq daxılı. Axı bizə çətindir Bakıda iş tapmaq, öz başına qalxmaq. 9'da hər gün yuxudan qalxmaq, başımın üstündə durur ansız axmaq. Balacadır daxmam, evimin sahəsi, bu deyil axı arzularımın himayəsi.
uşağın dayəsi. Hər an gecikir mənim evimin kirayəsi. Kim al, de görüm bizden başka bu